Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Əziz və dəyərli müsəlmanlar, İmam Buxar rahimullah və onun səhih kitabı barəsində atılan şübhələrdən ikinci şübhəni bugün götürəcəyik. Və İmam Buxar rahimullaha və onun səhih kitabı barəsində atılan şübhələrdən ikincisi, yəni İmam Buxari necə olur ki, qısa bir müddətdə bu qədər hədisi toplaya bildi? Və İmam Buxar rahimehullah özü buyurur ki, "Sannaftu kitabi as-sihah bi 16 sene, xarrajtuhu min 600.000 hadisin və cealtuhu hücceten fîmâ beyni və beynallahi azze və celle." Buyurur ki, mən bu kitabımı, səhih kitabımı 16 ildə cəm etdim. Bu hədisləri 16 ildə topladım. Və bu topladığım hədisləri 600.000 hədisin içərisindən çıxartdım. Və bu hədisləri özümlə Allah arasında bir hüccət və bir dəlil burhan etdim. Və İmam Zəhəbi rahimehullah buyurur ki, İmam Buxarinin bu sözü sabit bir sözdür. Deməli, İmam Buxar rahimehullaha və onun səhih kitabına təyin edən kimsələr, tənqid edən kimsələr, ittiham edən kimsələr deyirlər ki, İmam Buxar rahimehullah qısa bir müddətdə bu qədər hədisi cəm etməsi mümkün deyildir. Yəni bir insanın buna ömrü çatmaz. Bunu bacarmaz. Və bu şübhə iki tərəfdən, belə deyək, budaqlanır, qaynaqlanır. Və yaxud da ki, iki tərəfə bölünür. Birinci tərəf odur ki, İmam Buxarinin bu sözü sabit olmuyor. İkincisi de odur ki, İmam Buxari özü yalancıdır. Yəni onun dediği bu söz yalandır, yəni doğru deyil. Və İmam Buxarini yalancı çıxarmaqdır. Birinci tərəf hansı ki, rivayətin, İmam Buxarinin bu sözünün sabit olması dəqiqdir. Yəni bunda heç bir şübhə yoxdur. Bu sabitdir. İmam Buxarinin bu sözü sabit olub ki, mən hədisləri 600.000 hədis içərisindən seçdim və onları 16 ildə cəm etdim. Və bu sabit bir sözdür. Qaldı ikincisi ki, İmam Buxarini təksib etmələri, yalanlamaları ki, yəni buna da inşallah indi cavab verəcəyik ki, görək həqiqətən İmam Buxar rahimehullah bu sözündə yalan deyib, yoxsa yox. Deməli, ilk öncə dəyərli müsəlmanlar, yəni ta qədimdən bir insanın bu cür geniş, güclü ve möhkəm bir yaddaşa sahip olması ta qədimdən sabit olan bir şeydir. İstər ərəb olsun, istər qeyri-ərəb olsun. Yəni insanlar arasında bu cür kəramətlər daima olub. Və bu sadəcə hədis rivayətçilərinə, mühəddislərə aid deyildi. Hətta hədisdən başqa digər deyək, fənlərlə məşğul olan alimlərdə də, hətta müsəlman olmayan kimsələrdə belə. Yəni bu cür belə deyək, vəsflər, bu cür sifətlər olub ki, onların möhtəşəm və mükəmməl yaddaşı və güclü hafizələri olub. Və sonra isə İmam Buxar rahimehullahın bu sözü ki, mən bu hədisləri 16 il ərzində və 600.000 hədisin içərisindən seçərək topladım. Yəni bu İmam Buxar rahimehullahın yaddaşının güclü və hafizəsinin möhkəm və geniş olmasına dəlalət eləyir. Və dediyim kimi və ərəblərdə və ərəblərdən digər kimsələrdə də, digər deyək, cəmaatlarda da, əcnəbi kimsələrdə də bu cür hallar baş verib. Və ərəb olmayan kimsələr müxtəlif vasitələrlə, kitablarla, tarixlə bu cür yaddaşa sahib olurdular. Lakin ərəblərin özləri isə yəni bu məsələdə daha çox məşhur olan kimsələr olublar. Və yəni alimlərdən Əl-Cahiz buyurur ki, Əl-Arabu əv'ə limə təsmə. Deyir ki, ərəblər eşitdiyini ən yaxşı başa düşən idi. Və əhfazu limə tə'ti. Və sənin dediyin, gətirdiyin şeyi deyir, ən yaxşı əzbərləyən idi. Yəni hətta ərəblər içərisində yəni
sadəcə dinlə, sadəcə hədislə məşğul olanlar demirəm, digər insanlarda da bu cür güclü yaddaş olub. Və İmam Saxav rahimehullah buyurur ki, ərəblər xüsusən yaddaş məsələsində insanlar içərisində seçilən kimsələr idilər. Və onlara deyir ki, Allah Teala bu fitrəti, bu yaradılış üzərində onları yaratmışdı. Yəni onların təbiətindən idi ki, onlar çoxlu şeir əzbərləyirdilər. Çoxlu şeir əzbərləyirdilər. Və bu sadəcə dediyim kimi yaddaşın güclü olması, möhkəm və geniş yaddaşa sahib olmaq yalnız mühəddislərə aid deyildi. Yalnız hədis rəvayətçilərinə aid deyildi. Və digər fən alimləri də bura daxildilər. Şeir rəvayət edənlər nə qədər insanlar olub? Minlərlə, 100 minlərlə beytlik şeirlər əzbərləyiblər. Və bu barədə bir çox misallar kitabda keçir. Və buyurur ki, deməli, hətta müasir dövrdə, dəyərli müsəlmanlar, hətta müasir dövrdə, yəni bizə yaxın bir vaxtda, 1446-cı ildəyik, 1385-ci ildə, yəni bundan bir əsr qabaq və ya ondan daha az bir vaxtda alimlər olub ki, onlar güclü yaddaşa sahib olublar. Və dediyim kimi, bunlar yalnız şəriət alimləri olmayıblar. Bunlar yalnız hədis rəvayətçiləri olmayıblar. Və digər alimlər də olub ki, onlar belə geniş və güclü yaddaşa sahib olublar. Və buna da həmçinin misallar olduqca çoxdur. Və sonra İmam Buxar rahimehullah'a bu şübhəni atan kimsələrə cavabımızdan İmam Buxar rahimehullah'ın bu sözü onun zəkasının və yaddaşının və əzbərlədiklərinin çoxluğuna və güclülüyünə dəlalət edir. Və buna da dəlil nədir? İmam Buxarinin şeyxləri, onunla bir əsrdə yaşayanlar və ondan hədis götürənlər. Və İmam Buxar rahimehullah özü buyurur ki, Kətəbtu an əlfi şeyxin və əksar. Mən deyir ki, 1000 alimdən və ya daha çox alimdən hədis götürdüm. Və onların deyir ki, hərəsindən 10.000 və ya daha çox hədis əzbərlədim. Və mənim deyir ki, əzbərlədiyim elə bir hədis yoxdur ki, onun isnadını bilməyim. Onun isnadını xatırlamayım. Yəni, baxın, bu da, yəni, həqiqətən İmam Buxar rahimehullah'ın möhtəşəm bir yaddaşa sahib olmasına dəlalət edir. İsnad nədir? İsnadı açıqlayıram. İsnad, yəni deyək ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləridir. İmam Buxar rahimehullah bu hədisləri öz kitabında cəm eləyib. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin deyək, rəvayətidir, hədisidir. Və buradan bura qədər İmam Buxarinin özünə qədər isnad keçir, rəvayətlər. Hər kəs bir-birindən hədisləri rəvat edir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədisi sahabə eşidir, sahabədən tabein eşidir, tabeindən ətbəü tabein eşidir və ondan onların tələbələri eşidir və bu cür İmam Buxariyə gəlib çıxır. İmam Buxar rahimehullah'ın özünə qədər bu isnadda olan say dəyişilir. Bəzən 3 nəfər olur, bəzən 5 nəfər olur, bəzən 7 nəfər və ya daha çox olub. Və bu isnad budur. Və İmam Buxar rahimehullah buyurur ki, mən əzbərlədiyim bütün hədislərin isnadını bilirəm. Amma onun əslində yaşayan böyük alimlərdən Ali ibn Hüseyn ibn Asim Əl-Bəndəki deyir ki, İmam Buxar rahimehullah'ın yanındaydık və deyir ki, o bəzən şeyxlərin dərsinə gəlmirdi və yaxud da ki, gec gəlirdi. Və bizim deyir ki, yanımızda olan dostlarımızdan birisi dedi ki, yanındakı dostuna,
Hamir ibn Hafs'ı göstərir. O da mühəddislərdən idi. Hədis rəvayətçilərindən idi. Deyir ki, onu göstərir və həmin anda deyir ki, o kimsə deyir ki, İshaq ibn Rahawayhinin belə dediyini eşitdim. Kəənnini ənzuru ilə 70.000 hadisin min kitabi. Sanki deyir ki, onu gördüyüm zaman, yəni o alimi gördüyüm zaman, mən deyir ki, kitabımdan 70.000 hədisə baxıram. Onu görürəm. Yəni artıq insan sanki 70.000 hədis əzbərləyib. Və İmam Buxar rahimehullah həmin anda deyir ki, sən deyir ki, buna təəccüb edirsən. Yəni bu zamanda deyir ki, elə insanlar var ki, 200.000 İshaq ibn Rahawayhinin kitabından hədis əzbərləyib. Yəni özünü qəsd eləyir. Yəni baxın, bir alimin kitabından 200.000 hədis əzbərləyib və özünü qəsd eləyir. Və həmçinin onun şeyxlərindən Səlim ibn Mücahid rahimehullah buyurur. Əlbəndəki yenə və deyir ki, İmam Buxar rahimehullahdan soruşurlar ki, onun hədisi əzbərləməyə neçə yaşından başlaması barəsində, yəni necə əzbərlədin? Deyir ki, ənə əhfazu 70.000 hadisin, qalə nə'am və əksər minhu və la əci'ukə bi hadisi minə sahabətə əv təbi'in illə əraftu məvlidəhum, əksərəhum və vəfatəhum və məsəkinəhum. Mənim deyir ki, əzbərlədiyim sahabələrdən və tabeinlərdən elə bir rəvayət yoxdur ki, o rəvayətdə onların doğulduğu yerləri, onların yaşadığı yerləri, onların doğulduğu illəri və vəfat etdikləri illəri bilməyin. Və bu da ki, yenə İmam Buxar rahimehullahın hifzinin güclü olmasına dəlalət edir. Və Ali ibn Mədini rahimehullah, yəni böyük mühəddislərdən olub, hədis alimlərindən olub, Ali ibn Mədini rahimehullaha İmam Buxarın bu sözünü danışırlar ki, İmam Buxar rahimehullah deyir ki, mən özümü yalnız Ali ibn Mədininin yanında aşağı gördüm. Yəni nəfsimi ondan aşağı gördüm. Elmimi ondan az gördüm deyir. İmam Buxari deyir. Və İmam Ali ibn Mədini rahimehullah buyurur ki, zəru qavləhu. Deyir ki, onun sözünü kənara qoyun. Onun sözünü kənara qoyun deyir. O özü mislindəkini görməyib deyir. O özü kimi birisini görməyib deyir. Bəli. Və Muhammed ibn İsmail Buxar rahimehullah həmçinin tələbələr arasında şeyxlərindən hədis götürən tələbələr arasında seçilən bir tələbə idi. Və Həşid ibn İsmail deyir ki, Muhammed ibn İsmail Bəsrədə olarkən cavan oğlan idi. Və o bəzi şeyxlərin dərsinə gəlmirdi. Və gəldiyi zamanda hədisləri yazmırdı. Və biz deyir ki, ona deyirdik ki, sən nəyə görə bizimlə dərsə gəlmirsən? Yəni, bəzən gecikir və yaxud da ki, gəlmir dərsə. Nəyə görə bizdən geridə qalırsan? Və deyir ki, sən nəyə görə bizlə hədis yazmırsan? Buna mane olan nədir? Və deyir ki, onun üzərindən 16 gün keçdi. Bu sözü dedikdən sonra. Həşid ibn İsmail deyir ki, 16 gündən sonra İmam Buxar rahimehullah gəldi, dedi ki, siz məni qınayırsınız. Və məni tənqid edirsiniz ki, nəyə görə mən sizlə birlikdə hədis yazmıram, sizdən geridə qalıram. Və deyir ki, İmam Buxar rahimehullah 16 gün ərzində şeyxin bizə danışdığı bütün hədisləri bircə danışdı. Və 15.000-dən çox hədis idi. Həmin hədisləri deyir, bircə danışdı. Hətta deyir ki, onu əzbərə danışdı. Yazı ilə yox, yazdığı kitabdan yox. Əzbərə həmin hədisləri bircə danışdı və biz deyir ki, kitabda şeyxdən eşidərkən səhv etdiyimizi İmam Buxarinin əzbərdən danışdığından düzəltdik. Və deyir ki, o bizə dedi ki, İmam Buxar bizə dedi ki, siz elə düşünürsünüz ki, mən hədər yerə sizdən gec qalmışam, sizdən geridə qalmışam, yoxsa siz düşünürsünüz ki, mən günlərimi zay edirəm
və Həşid ibn İsmail deyir ki, onun tələbə yoldaşlarından və deyir ki, biz bildik ki, artıq İmam Buxarini heç kim üstələyə bilməz. Heç kim üstələyə bilməz. Və imamların, İmam Buxarinin və digər mühəddislərin, yəni bu qədər güclü, geniş və mükəmməl yaddaşa və hifzə sahib olmalarını bilmək istəyən kimsə qayıtsın hədis kitablarına. Tabaqat-ül Hüffaz kitablarına, İmam Zəhəbinin, həmçinin Əl-Hüseyn Əl-Həsəninin və həmçinin İbn Fəhd və həmçinin İmam Suyutinin tabaqat kitablarına qayıtsın. Tabaqat nədir? Həmin o isnadda olan ravilərin təbəqələrini zikr edən kitablardır. Və həmin kitablara qayıtdığınız zaman görərsiniz ki, necə də mükəmməl və yüksək bir yaddaşa sahib olan mühəddislər olur. Və sonra bu şübhəni gətirən kimsələrə cavabımızdan İmam Buxar rahimullah elmdə yüksək bir dərəcəyə çatmışdı. İmamlıqda və həmçinin hədis elmində yüksək bir dərəcəyə çatan bir alim idi. Və bunun da əlbəttə səbəbləri var. İlk öncə səbəblərindən onun həyat tərzinin təmiz olması, ruhunun pak olması və onun nəfsinin təmiz olması. Və həmçinin səbəblərdən Allah Taala ona bunu bəxş eləmişdi ki, onun güclü bir yaddaşı var idi. Və bu barədə də əvvəldə bir neçə əsərlər zikr etdik. Və həmçinin səbəblərdən onun erkən yaşlardan bu elmə sahib olması və bu elmdə dərinə getməsi və zəkalı olması. Və şək yoxdur ki, İmam Buxar rahimullah zəkasında və hədis elmində yəni yüksək dərəcəyə çatan alim idi. Və İmam Buxar rahimullahdan soruşurlar ki, yəni sən hədis əzbərlədiyin zaman necə oldu? Nətər başladın? Mənə deyir ki, hədis əzbərləməyə sevdirildi. Hədis yazmaq, hədis əzbərləmək mənə sevdirildi. Və mən deyir ki, az yaşlardaydım. Mənim deyir ki, 10 və ya daha az yaşım var idi ki, həmin vaxtlarda mən hədis yazırdım. Həmin vaxtlarda hədis yazırdım. Və sonra deyir ki, 16 yaşım olduğu zaman mən İbn-i Mübarakın və Vaki ibn-i Cərrahın kitablarını əzbərlədim. Yəni, baxın, insan əzbərləyib. İbn-i Mübarak rahimullahın hədis kitablarını və Vaki ibn-i Cərrahın böyük alimlərin kitablarını əzbərləyib 16 yaşında. Və deyir ki, mən anam və qardaşım Əhmədlə Məkkəyə ziyarətə getdik. Həcc etdikdən sonra qardaşım və anam qayıtdı və mən isə orada qaldım. Hədis öyrənmək üçün orada qaldım. Və mən deyir ki, 18 yaşıma çatdıqda artıq sahabələrin fətvaları, tabeinlərin sözləri barədə kitab toplayırdım. Yəni artıq kitab yazmağa başlamışdı. Və 18 yaşımda deyir, tarix kitabını yazmağa başladım. İmam Buxar rəhməllahın Ət-Tarixul Kəbir kitabı var. Yəni böyük tarix kitabı. Yəni bu kitabı deyir ki, 18 yaşında yazmağa başladım və həmin vaxtı Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinin yaxınlığında idim. Qaranlıq, yəni aylı gecələrdə idi. Yəni gecələr oturub kitab yazırdım. Yəni insan bunun üçün çalışıb. Və deyir ki, mən bunu daha da uzun bir kitab eləyə bilərdim. Lakin uzun olmasını istəmədim ki, insanlar xoşlamaz. Və sonra səbəblərdən İmam Buxar rahimullahın bu elmə nail olmasının səbəblərindən o bütövlüklə elmə yönəlmişdi. Bütün vaxtını buna sərf etmişdi. Elm üçün səfər edirdi və malını Allah yolunda elmə xərcləyirdi.
ve İbn Hibban rahimullah buyurur ki bu elmin aslanları Müslümanlar üçün onların dinini qoruyan kimsələrdir. Onları doğru yola yönəldən və Allah yolunda elm tələb etmək üçün səfər edən, diyarları gəzən, çətinliklər, məşəqqətlər görən, səfərlər edən və həmçinin müxtəlif şəhərlərdə alimlərdən hədis götürən kimsələrdir. Və bu kimsələr, baxın sözə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində şəkk edən kimsələrə yenə başqa bir tərəfdən rəddiyədir. Baxın, deyir ki, yəni bu kimsələr hətta innə əhədəhum lə yərhəlu fil hədithil vahidil əl-fursaxəl bə'idə. Hətta deyir ki, onlardan birisi, yəni o alimlərdən birisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisindən ötəri kilometrelərcə yol gelirdi. Və o Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisini eşitməkdən ötəri günlərini səfərdə keçirirdi. Liəllə yudxilə, əsas burasıdır. Liəllə yudxilə mudillun fissunəni şeyən yudillu bihi. Hətta bir kimsə, azmış bir kimsə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərindən bir hədisə bir hərf belə daxil etməsin özündən. Yalan bir şey olmasın. Və in fəalə fəhumuzzəbbunə an Rasulillahi sallallahu aleyhi və səlləmə zəlikəl kəzib. Əgər bir kimsə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə özündən bir hərf özündən əlavə edərdisə, onlar, bu alimlər Allah elçisi sallallahu aleyhi və səlləmin sünnəsini yalandan qoruyardılar və Allahın dininə yardım edərdilər. Və Allahın dininə yardım edərdilər. Və həmçinin İbn Hibban rahimullah bu alimləri sadalayır ki, hansı ki bu alimlər səfərlər edərdilər, günlərini, vaxtlarını, həyatlarını Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə həsr elədilər. Onlar yaxşını pisdən ayırdılar, bu alimlərin adlarını çəkir. Və deyir ki, onlar Əhməd ibn Həmbəl, Yəhyə ibn Mə'in, Ali ibn el-Mədini və onların yolunu tutub gedən Muhammed ibn Yəhyə əz-Zuhli, Ən-Neysaburi və Abdullah ibn Abdurrahman ed-Darimi və Əbu Zur'a Ubeydillah ibn Abdülkərimi ibn Yezid el-Razi və Muhammed ibn İsmail el-Bukhari ve Muslim İbn-i Haccac el-Neysaburi ve Ebu Davud Süleyman İbn-i Eş'as Es-Sicistani ve diğer alimler. Yani bunlar hədisləri yazdılar, hədisləri özlərində saxladılar, əzbərlədilər, onları qoruyub saxladılar və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə əməl etdilər və bunu kitablarında qeyd etdilər və beləcə Allahın dininə yardım etdilər. Amma İmam Buxar rahimullahın hədis tələb etmək üçün səfərinə gəldikdə isə o özü barəsində deyir ki, mən mindən çox elm əhlindən hədis götürdüm. Mindən çox elm əhlindən hədis götürdüm. Hicaz əhlindən, Məkkədən, Mədinədən, Kufədən, Basradan, Vasıtdan, Bağdaddan, Şamdan, Misirdən və onları deyir ki, illər uzunu onlardan hədis götürmüşəm. Bu şəhərlərdə olan alimlər. Və sonra deyir ki, yenidən qayıtmışam. Və 16 il və ya daha çox, üzr istəyirəm, əksara min 46 sənə, 46 ildən çox bir müddətdə onlar deyir ki, o şəhərdəydilər, mən onlarla qarşılaşmışam. Şam əhli ilə, Misir əhli ilə, yəni Şamda, Misirdə, Ərəb yarımadasında olan alimlərdən 2 il davamlı olaraq hədis götürmüşəm. Bəsrədə olanlarla uzun illər onlardan hədis götürmüşəm. 4 ildən çox
bir müddətdə. Və Hicazda olan alimlərdən 6 ildən çox hədis götürmüşəm. Və 6 ildən çox hədis götürməyə getmişəm, yəni. Və Kufədə və Bağdadda olan və həmçinin Xorasanda olan alimlərin yanına isə nə qədər getdiyim, neçə il getdiyim yadımda deyil. Və həmçinin İmam Buxari rahimehullah elm tələb etmək üçün Allah yolunda malından xərcləyərdi. Və deyərdi ki, mən hər ay 500 dirhəm qazanıram və bunun hamısını elm tələb etmək yolunda xərcləyirəm. Elm tələb etmək yolunda xərcləyirəm. Və bundan sonra İmam Buxari rahimehullahın bu sözünə ki, mən 16 ildə 600 min hədisi cəm etdim, bu kimsələrə olan cavabımız, rəddiyəmiz, yəni İmam Buxari rahimehullahın sözü ki, 600 min hədisi 16 ildə cəm etdim, topladım. Yəni bu o demək deyil ki, 600 min hədis var idi. Yəni bu o deməkdir ki, 600 min isnad içərisindən seçdim. Aydındır? Yəni isnad başqadır, hədis başqadır. Hədis Peyğəmbər sallallahu aleyhi və səlləmin sözüdür. Peyğəmbər sallallahu aleyhi və səlləmin kəlamıdır. İsnad isə Peyğəmbər sallallahu aleyhi və səlləmdən həmin alimə qədər olan zəncirvari, qırılmaz, alimlərin bir-birindən digərinə ötürərək həmin Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini çatdırmasıdır. Aydındır? Və İmam Buxari rahimehullahın sözü ki, 600 min hədisin içərisindən seçdim. Yəni bu o demək deyil ki, 600 min hədis var idi. Yəni 600 min isnad içərisindən seçdim. Qəsd olunan budur. Yəni bu da ki, alimlərin sözü ilə qəsd olunandır. Yəni misal olaraq Allah elçisi sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, "Mən kədəbə aleyyə mütəammidən fəliyətəbəvvə məq'adəhu minən-nar." Kim mənim adımdan bilərəkdən yalan danışarsa, cəhənnəmdəki yerini hazır bilsin. Bu hədisdir. Kim mənim adımdan bilərəkdən yalan danışarsa, cəhənnəmdəki yerini hazır bilsin. Bu hədisdir. Bunu yadda saxlayın. Və bu hədis 70-dən çox sahabə rəvayət edib bu hədisi. Artıq nə deməkdir? Bu hədisin 70-dən çox yolu var. Və mühəddislər buna deyərdilər ki, 70-dən çox hədis deyərdilər. Yəni bu 70 dənə sahabənin Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu hədisi eşitməsinə 70 hədis deyərdilər. Aydındır? Yəni buna görə də bu say çox görsənir. 600 min hədis içərisindən bu hədisləri topladım deyir. Aydındır? Yəni bu hədis Allah elçisi sallallahu aleyhi və səlləmin sözü ki, kim mənim adımdan bilərəkdən yalan danışarsa, cəhənnəmdəki yerini hazır bilsin. Bu hədisi 70 dənə sahabə rəvayət edib. Və mühəddislərin üslubundan idi ki, onlar buna 70 hədis deyərdilər. Aydındır? 70 hədis deyərdilər. Ona görə də bu say, yəni bu cür çox görsənir. Və əlbəttə ki, yəni bu bir hədis sayılmazdı mühəddislərin üslubunda. 70 hədis sayılardı. Yəni bunu bütün isnadları ilə əzbərləyən kimsə deyərdilər ki, 70 hədis əzbərləyib. Amma ləfzi birdir. Allah elçisi sallallahu aleyhi və səlləmin sözü birdir. Hədisin mətni birdir. Sadəcə orada çoxluq təşkil edən isnaddır və mühəddislərin də dediyim kimi üslubundan idi ki, onlar buna isnadın sayı ilə yanaşardılar. Yəni baxın, sahabələr, nə qədər sahabələr hədislər rəvat eləyib. Və sahabələrdən sonra tabeinlər və tabeinlərdən sonra ətbəü tabeinlər. Əlbəttə ki, tabeinlərin vaxtında hədis rəvat eləyənlər sahabələrdən çox idi. Və həmçinindəki ətbəü tabeinlərin vaxtında, onların zamanında hədis rəvat eləyənlər tabeinlərdən daha çox idi. Və hər bir təbəqə gəldikcə say artırdı. Və bu say artdığı zamanda artıq hər birinə hədis deyilirdi.
hər birinə hədis deyilirdi. Və bu alimlər bu hədisləri zəifindən səhihini ayırıblar. Mötəbər, etibarlı raviləri digərlərindən seçiblər. İsnadı, zəncirvari, bitişik olan və olmayan hədisləri bir-birlərindən ayırıblar. Yəni və onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində yalan danışmaqdan, yalan uydurmaqdan uzaq olan bir kimsələr olublar və onların bu cür geniş və güclü bir hafizəyə və yaddaşa sahib olmaları da ki, Allahın onlara olan bir neməti idi və həmçinin də ki, Allah Teala öz dinini bu kişilərlə qorumuşdu. Subhanaka Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.